İndi isə new table anlayışı haqqında danışacağıq. Həmçinin calculate table da adlanır. New table DAX formundan istifadə edərək modelimizdə yeni cədvəl yaratmağa imkan verir. Öncəki dərslərimizdəki new column əmri yeni sütun yaradır. New measure yeni hesablama yaradırdı. New table isə tamamilə yeni bir cədvəl yaradır və bunu modelə əlavə edir. New table yaratmaq üçün biz modeling tabına daxil oluruq və calculations bölməsində həmin əmrimizi görə bilərik. New table-a klik etdikdə formula bar açılır və bunun içərisində biz formulamızı yaza bilərik. Əsasən new table mövcud cədvəlin sürətini çıxartmaq üçün, qruplaşdırmış cədvəl yaratmaq üçün, kalendar cədvəl yaratmaq üçün və sair istifadə olunur. Ümumilikdə test və analiz məqsədilə də bu funksiyadan istifadə edə bilərik. İndi isə bəzi table yaradan DAX funksiyalarının adlarını çəkəcəm. Təbii ki, çoxdur, sadəcə ən çox istifadə olunanları işlədəcəm indi. Məsələn, filter. Şərtə uyğun yeni cədvəl yaradır. Sonra summarize var. Məlumatları qruplaşdıraraq yeni cədvəl yaradır. Daha sonra kalendar auto tipli funksiyalarımız da var ki, bunlar da tarix cədvəlləri yaradır ümumilikdə. Values, distinct, add columns kimi əlavə funksiyalarımız da var. Sadəcə bunlar çox da istifadə olunmur. İndi isə bu funksiyalardan nümunələrə başlayacağıq. Birinci olaraq ən sadə nümunə kimi cədvəlin sürətini çıxartmağı deyəcəyik. Məsələn, bizim burada sales cədvəlimiz var. İndi bunun kopyasını yaradaq. Bir ad verirəm. Məsələn, sales copy. Bərabər qoyub sadəcə həmin cədvəlin adını yazmağım kifayətdir ki, həmin cədvəlin kopyasını yaratsın. Gördüyünüz kimi sales copy adında bir cədvəl yarandı. Və bu cədvəl sales cədvəlinin tam surətidir və bütün məlumatlar eynidir. Burada məsələn test məqsədi ilə hər hansı bir proseslər edə bilərik və buradakı dəyişikliklər əsas sales cədvəlinə təsir etmir. Sonra ikinci funksiyamız məsələn filter funksiyasını istifadə edə bilərik. İndi filter funksiyası nədir? Biz şərt yazırıq və həmin şərtə uyğun cədvəldə olan sütunları yeni bir cədvəldə bizə təqdim eləyir. Məsələn, customers cədvəlində ölkə sütunumuz var və gördüyünüz kimi burada bir neçə ölkə adları var. Biz indi hər hansı bir ölkənin adını götürəcəyik və onun məlumatlarını ayrıca bir cədvəldə təqdim edəcəyik. Məsələn, elə United Kingdom götürək. Ad verirəm. United Kingdom Customers. Və indi filter funksiyasını çağırıram. Tam yazmağa ehtiyac yoxdur adını. Qısa yazıb tab işarəsini bassaq, seçdiyimiz funksiyanın üzərində həmin funksiyanı çağırır. Burada isə bizdən ardıcıl şəkildə parametrləri göstərir. Birinci table çağırmalıyam. Customers cədvəlini çağırdım. Vergül qoyduqda isə digər parametrə keçir. Bu isə filter ifadəsidir. İndi biz burada yazacağıq ki, məsələn, country sütununda bərabərdir United Kingdom olanları gətirsin və enter basıram. Gördüyünüz kimi table yarandı əlavə. İndi isə həmin table'a baxsaq, burada sadəcə United Kingdom ölkəsinin sətirləri var, yəni ona aid olan sətirlər var sadəcə. Daha bir nümunə yazsaq, məsələn, kalendar funksiyasına aid bir nümunə yaza bilərik. Kalendar funksiyası sadəcə tarix cədvəli yaradır. İndi isə ad verək, məsələn, elə kalendar yazıram. Bərabərdir. İndi kalendar funksiyasını çağıraq.
Burada bizdə başlanğıc və son tarix parametrləri istənilir. Ona görə də bunu manual daxil edəcəm deyə date funksiyasını da çağırıram. Və burada bizdə il, ay və gün tələb olunur. Məsələn, 2024 yanvarın 1-i, daha sonra vergül qoyuram və indi yenidən date funksiyasını çağırıb son tarix parametrini yazıram. Məsələn, 2025 12 31. Enter basıram. Burada nəsə, burada vergül artıq qalıb. Enter bastım və kalendar cədvəli artıq yarandı. İndi biz həmin cədvələ baxaq. Gördüyünüz kimi başlanğıc tarix 2024-cü il yanvarın 1-i və son tariximiz də 2025-ci il dekabrın 31-i. Yəni bu ilk başlanğıc və son tarix arasındakı bütün tarixləri, günləri ardıcıl şəkildə qeyd edir və bunu yeni bir cədvəldə bizə təqdim edir. Kalendar funksiyası haqqında da bu qədər. Biz ümumilikdə calculate table, yəni new table anlayışı ilə tanış olduq. Ə, Əslində praktikada daha çox new measure, new column istifadə olunur. New table az istifadə olunur. Sadəcə yenə də bilməyiniz, tətbiq etməyimiz önəmlidir.